Salam, sabahınız xeyir olsun. 26 iyul 2026-cı il tarixidir. Yay fəslinin 36-cı günüdür. Səfər ayının 12-ci günüdür. İyul ayının sonuncu həftəsinin sonuncu 7-ci bazar günüdür. Həftə için istirahət günlərinin sonuncusudur. Kimlər istirahət edir? Hər birinə can sağlıqlı, gözəl istirahət etməyi arzulayıram. Kimlər ki 26 iyul tarixində iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, iş şavatlığı olan, eləcə də sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir 7-ci günü, bazar günü keçirmələrini arzulayıram. 26 iyul günündə kimlər təhsili ilə məşğuldurlar? Məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, zehin açıqlığı olan, yol açıqlığı olan, iş şəfatlığı olan, sülh əmanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan bir 7-ci günü, bazar günü keçirmələrini arzularım. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Kimlər ki, müəllimlərin işə qəbulu, sertifikasiya imtahanından uğur əldə edərək müsahibə mərhələsinə hazırlaşırlar. Bu mərhələdən də, yəni müsahibə mərhələsindən də uğurlar əldə etməyə hər birinə arzulayıram. Kimlər ki, müəllimlərin işə qəbulu, sertifikasiya imtahanı və digər imtahanlardan uğurlar əldə etməyiblər. Onlara can sağlıq, eləcə də zehin açıqlığı, yol açıqlığı, ruh yüksəkliyi arzulayıram. Ruh yüksəkliyi ilə ruhdan düşmədən yenidən müəllimlərin işə qəbulu, sertifikasiya imtahanları üzrə hazırlaşaraq yüksək nəticə əldə etmələrini arzulayıram. Bununla yanaşı 26 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. Qalanlara can sağlığı, səbir diləyirəm. 26 iyul günündə kimlər xatırlanır, yad edilir, anılır, ruhları şad olsun. Onların hər birini gözəl yad etməyi, xatırlamağı, anmağı hər birimizə arzulayıram. Bununla yanaşı isə 26 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm hər birinə. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu bugün də salamlayıram. Hər birinə can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir bazar günü, 7-ci günü keçirmələrini arzulayıram. 26 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 26 iyul günündə də tarixi hadisələr vardır. 26 iyul günündə də təkrar olaraq ötən ildə də qeyd etdiyim kimi tarixi günlər bunlardır. 26 iyul 1847-ci ildə Liberiya müstəqilliyini elan etdiyi gündür. 26 iyul 1882-ci ildə Richard Wagner'in Münhendə Parsifal operasının premyerasının baş tutduğu gündür. 26 iyul 1891-ci ildə Fransa Tahitini özünə birləşdirdiyi gündür. 26 iyul 1914-cü ildə Serbiya və Bolqarıstan aralarında diplomatik əlaqələri dondurduqları gündür. 26 iyul 1945-ci ildə Potsdam demək bəyannaməsi imzalandığı gündür. 26 iyul 1957-ci ildə isə Qvatemala diktatoru Carlos Castilla Armas öldürüldüyü gündür. 26 iyul 1963-cü ildə Yugoslaviyada, Skopyada, indiki Makedoniyada baş verən zəlzələ nəticəsində 1100 insan həyatını itirdiyi gündür. Və tarixi günlərə əlavə olaraq isə uyğun olaraq qeyd edirəm ki, yəni nikbirliklə qeyd edirəm ki, hər bir ölkə daima müstəqil olsun. Bununla yanaşı, deməli, bütün opera əsərlərimiz uğurla başlayıb, uğurla başa çatmış olsun. Eləcə də bütün diplomatik əlaqələr sülhəmnamanlıq şəraitində bir-biri ilə əlaqəli davam etmiş olsun. Heç bir diktator öldürülməsin və digəri isə demək, heç bir zəlzələ,
heç bir təbii fəlakət baş verməsin və ən əsası isə sülh olsun ki, demək insan itkisi və digər tələfatlar, itkilər heç zaman olmasın. Və bu nikbin fikirlə də demək bugünkü qeyd etdiyim tarixi günlərimi yekunlaşdırmış oldum. Dinlədiyiniz üçün təşəkkür edirəm.